onların ərazisidir, Amerika bazası olsa da cavab olacaqmı onlardan? Bir reaksiya nə olacaq? Bu günə qədər döyüş səhnəsində bu bazalar fəaliyyət göstərib. Bu bazalar İsrailin, Amerikanın, Birləşmiş Qoşunların qərargahlarında, İranın daxilindəki hədəflərin, İrandan İsrailə atılan raketlərin vurulması, izlənməsi, bütün bu proseslərdə bu gün onu Trump dedi, bunu mən demirəm. Dedi, bu zamana qədər biz bir komanda kimi koordinasiyalı işləmişik. Bəli, və gözəl iş çıxardıq deyir. Amma burada İngiltərənin də açıqlaması oldu bugün. İngiltərədə dünyanın belə desək, aparıcı birinci üçlüyün içində olduğu üçün dedi ki, biz İrana nüvə zənginləşməsinə imkan verməyəcək. Və niyə bunu mən qeyd edirəm? Amerikanın quru bazalarından əlavə, bax, İran körfəzində də... Burada həmçinin də dəniz bazaları bəli, var. onu qeyd etməsi. İngiltərənin 3, Fransanın 4, Amerikanın 5. Burada hər birinin, belə desək, təyyarə daşıyıcı, hava hücumu təşkil edici, quru döyüşü təşkil edici bazaları, gəmiləri var. Və bundan əlavə olaraq Hind okeanından Amerikanın sualtı atom gəmiləri hazır dayanıb. Bilirsiniz necədir? Müharibə İranda gedir, İsrail tərəfindən, amma bütün dünya